Sinirlərin sıxılması bir çox səbəblərdən ola bilər. Elə bir formaları var ki, onlar biz hətta xüsusi yerlərdən keçir, anatomik yerlərdən keçir. Onların adları da var. Məsəl üçün, çox rast gəlinir. Nevroloq, xüsusilə də neyrofizioloq olaraq mən elektromioqrafiya müayinəsi də çox etdiyimə görə mənim rastıma çox gəlir. Karpal tunnel sindromu tutaq ki, bu o formada sinir sıxışmasıdır ki, o biləkdə, onun yanında digər damarlar, vətərlər keçdiyinə görə və xəstələr də çox əl işləri çox gördüyü zaman, ağır fiziki iş gördüyü zaman üzə çıxa bilər. Qolun digər yerlərində də, biləkdə, dirsəkdə, çiyində də bu sinir sıxılmaları ola bilər və yaxud da ki, ayaqlarda da ola bilər. Məsəl üçün, dizin arxasında da sinir sıxılmaları baş verə bilər və onların müalicəsi üçün birinci onları diaqnostika eləmək lazımdır. Ondan sonra yaranma səbəblərini aşkar eləmək lazımdır və daha sonra da nevroloq tərəfindən müalicə olunmalıdır.